Salam dostlar, deməli, indi yenə modal feillərlə davam edəcəyik. Deməli, biz main and might-dan danışdıq. Ondan əvvəlki mövzuda can, could və able to-dan danışmışdıq. İndi isə should və ought to-dan danışacağıq. Bugünkü mövzumuz bəli, ought to və should olmalıdır. Deməli, bunların hər ikisinin birə-bir mənaları eynidir. Sadəcə aralarındakı fərq ondan ibarətdir ki, should həm rəsmi, həm qeyri-rəsmi formada istifadə oluna bilir. Ought to isə daha çox rəsmi və yazılı üslublarda istifadə olunur. Bunların mənası nədir? Biz yadınızdadırsa keçmişdik have to-nu və onu keçəndə should-dan da danışmışdıq. Ondan bir əvvəlki ya da bir sonraki mövzu ola bilər. Qalxıb yuxarıda baxa bilərsiniz. Have to isə, çox üzr istəyirəm, should və ought to isə dedik ki, hər ikisi də eyni mənadadırlar. Have to necə ki, bir şey mütləq eləməli olduğunuzu bildirirsə, məsələn, you have to go deyirsinizsə, bunu ki, siz mütləq getməlisiniz. Amma you should go deyirsinizsə, deməkdir ki, ola bilər gedəsiniz, ola bilər getməyəsiniz. Ought to da eyni formada, yəni məsləhət xarakterli. Mən oturub sizə desəm ki, you have to learn English, bu deməkdir ki, siz mütləq ingilisini öyrənməlisiniz, yoxsa işdən çıxacaqsınız. Amma sizə desəm ki, you should learn English, bu deməkdir ki, sadəcə sizin yaxşılığınızı istəyirəm və sizə sadəcə məsləhət verirəm. Eyni formada da you ought to learn English, yəni ingilisini öyrənməlisən, biraz daha mədəni üslubda, daha etik üslubda və daha rəsmi üslubda ought-unu istifadə edirik. Sadəcə fərqləri bundan ibarətdir. Artıq bunu bilmiş oldunuz. Mütləq şəkildə praktikaları eləyin. Sürətli şəkildə keçim deməyin. Sözləri yaxşı-yaxşı öyrənin. Növbəti dərs görüşərik.